Məsələn, Vəhdət Partiyasında ayın 14-də keçirilən qurultayında bilirsiniz ki, partiya rəhbərliyində də dəyişiklik baş verdi və Adəm Bakovi partiyanın rəhbəri seçildi. Tanıyıram və ziyalı insandır. Və eyni zamanda onun fikirləri, baxışları, mövqeyi, yazıları, təhlilləri, kitabları, bunun hamısını biz bilirik, xəbərimiz var. Azərbaycan cəmiyyətində nüfuza malikdir və belə bir şəxsin partiya rəhbəri getməsi ümid verir ki, Azərbaycan siyasi meydanında Vəhdət Partiyasının yeri və çəkisi artacaq. Bu inam içərimizdə var. Eyni zamanda digər partiyalarda baş verən dəyişikliklər də bu inamı yaradır ki, deməli, yeni nəfəs gəlir, yeni ab-hava gəlir və bu yeni nəfəs, yeni ab-hava onu gətirib çıxara bilər ki, bu partiyalara üzv olan insanların sayında dəyişiklik baş verə bilər. Yəni, insanlarda inam yaranıb bu partiyaya üzv olmaq istəyən insanlar ola bilər. Bilirsiniz, 700 mindən çox Yeni Azərbaycan Partiyasının üzvü var. Bu, onun yaratdığı partiya Cənubi Qafqazın ən böyük partiyasıdır, hakim partiyadır və yarandığı vaxtdan, daha doğrusu 1995-ci ildən başlayaraq bütün parlament, prezident və bələdiyyə seçilən qalibi olub, xalqın dəstəklədiyi partiyadır və Cənab Prezident İlham Əliyev partiyanın rəhbəridir. Ancaq əhalimizin sayı 10 milyonu ötüb keçib və 5 milyondan artıq da bizim seçkilərimiz var, düzdür? 700 mindən çox hər bir partiyanın üzvüdürsə, digər partiyalarında bir götürsək, hərəsində 5 mindən üzvü olanda görün nə qədər insan var ki, onlar bir tərəf və heç bir partiyanın üzvü deyil, düzdür? Belə olan vəziyyətdə yeni simaların partiya rəhbərliyə gəlməsi və qurultaylarda onlara rəhbər seçilməsi ona gətirib çıxara bilər ki, o insanlar ki, siyasi baxımından gələcəyini müəyyən eləməyib, bir tərəf qalıb, heç bir partiyanın üzvü olmayıb, bu insanlar seçmə eləyə bilərlər. Siyasi fəallıq ola bilər. Siyasi fəallıq yenilikdir. Məsələn, mən dediyim kimi, Bakovi mən tanıyıram və hesab edirəm ki, fəal insandır, həmişə mövqeyi olub, həmişə bu insanın dövlətçiliklə bağlı mövqeyi olub, dövləti müdafiə edib. Və bu baxımdan belə insanların bu günlər partiya rəhbərliyə getməsi çox müsbət hadisədir. Partiya rəhbərliyinin başlaması müsbət hadisədir və hesab edirəm ki, müəyyən mənada bu siyasi politikanın daha rəngarəng olmasına və Azərbaycanda siyasi fəallığın artmasına gətirib çıxara biləcək. Bəli.